Deyir, sabahki də oğlumun başını kəs. İlahi, mən niyə oğlumun başını kəsməliyəm? 80 yaşıma qədər mənə övlad verməmişsən. Övlad həsrətində olmuşam. Demişəm, ləbbeyk. Sən bilən məsləhətdir. 80 yaşımda mənə bir övlad vermirsən. Demişsən, apar qoy çölün düzündə anası ilə birlikdə 14 il onu görmə. Demişəm, ləbbeyk. İndi gəlmişəm, görmüşəm, maşallah, yeni yetmə oğlu olub. Deyirsən, get onun başını kəs. Əgər biz ilahi dəyərlər düz başa düşməsək, bunu başa düşmərik. Başını kəs demədi ki, başını qopar, dedi. İnni ərə fil mənami ənni əzbəhuk. Mən gördüm ki, sənin başını kəsirəm. Kəsdim yox. Prosesi gördüm. O qədər Allah istədi. Niyə? Baxın, bunu Bəqərə surəsinin 124-cü İmamət ayəsi ilə başa düşürük. Nə deyir orada? Və idib tələ İbrahimə Rəbbuhu bi kəlimatin fətəmməhunnə. Elə ki, Allah İbrahimi müxtəlif sınaqlarla sınadı, İbrahim əleyhissalam sınaqları tamamladı, üzü ağ çıxdı. Allah nə buyurdu? Qalə inni cəalikə linnəsi imam. İndi sən imam təyinlədi. Yəni, sən istəyirsən cəmiyyətin mənəvi rəhbəri olasan, cəmiyyəti idarə edəsən, Allahın hökmünə əsasən, sabah sənin İsmail qədər sevimli oğlun əli əyri olsa, onu başqasının övladını edama məhkum etdiyin kimi edama məhkum edə biləcəksən ya yox. O məhəbbəti çıxara biləcəksən qəlbindən ya yox. Allah heç kəsi belə sınaq qarşısına qoymaz. Çıxaracaqsansa sənə imam təyin edirəm. İbrahim əleyhissalam sübut elədi. İbrahim əleyhissalam əsəbləşdi ki, Allah mənə bir əmr verib və mən ömrümdə ilk dəfə onu yerinə yetirə bilmirəm. Kəsirəm, kəsmir, bıçaq kəsmir. Niyə? Çünki bilirdi imamət nə deməkdir. Və bilirdi ki, imamət üçün gərək nələrdənsə keçəsən. Necə ki, sən imam olandan sonra, lider olandan sonra, başqa cəmaatın övladı əli əyri olsa, onun əlini kəsəcəksən. Get oğlunu da görmə, başını kəsə bilirsən. Bu ədalətin ən çətin və sərt üzüdür. Yoxsa imam ola bilməz.